Hakimiyyəti ben biri sen bu başıya geldi. Ondan biri bundan soruşacaq, hə, bu zəngro nədir? Bu Tehranda belə bu hayküzlə bu Azərbaycana qarşı. Və bu top tüfəng nədir? Fatimə Zəhra adı ilə gətirib siz Zəngəzurda şaqqıldadırsınız, Norduzda. Və bunlar nədir? Xoru demək ki, nə deyirsiniz? O andıza inanaq, Həzrət Abbas andıza, qoltuğunuzdakı xoruza. Hansına? O yox deyirlər də elə bu demək ki, bu anadan doğma təmiz doğulub. Da bu türkdür, elə da türkdür gəlsin. O da yalan danışmağa, boş danışmağa, sarsaq danışmağa hamı da bilir. Bilirlər ki, bu tupoydu, bu bəbudur. Hamı bunu bilir. Nə siyasətçi, nə filan, nə elm adamı. Danışdığı da 2500 bundan qabaq, ondan sonra Həzrəti Əli durdu, Osmanı, Xəlifə Osmanı öldürən Maliki Əşlər var. Osmanı öldürüb, terörist olub o vaxt. 1500 qabaq. Və bunu belə hey durub deyib, Maliki Əşlərə yazdı filan filandır. Niyə gəldi o Maviyə? Demək ki, o qiyamət düşdü, İslam dünyasında şaqqalanma düşdü. İndi onun demək serial çəkilib, İran adlanan yerdə qoymurlar ki, göstərişə qoyalar. Ondan görə millət ailə görə ki, bunlar ki, nə deyiblər indiyə ki, hamısı yalanımış. İslamı parçalayıblar, İslam dünyasını parçalayıblar. Ona görə də bunlar da bu cinayətlərdə şərikdirlər, məhkəməlikdirlər. Lahə məhkəməsi olur olsun, Azərbaycanda olur olsun. Axı bu şəhidlərin, öldürülənlərin, haqları pozulanların hamısının ailələri, uşaqları, böyle bunlar hamısı sabahları bunlar kəsəcəklər məhkəməyə qaba. Bu adam da sıçan deşiyinə görəcək. Görüm o vaxt sən bunu Bakıda harda gizlədəcəksən? Harda gizlədəcəksən? Olmasa ki, bu cinayətkarlar başalı başıya gələcəklər. Ya Ankara'ya gələcəklər. Beynəlxalq hüquq var, beynəlxalq demək sistemlər var. Necə o Filipinlərin o cinayətkarı sürüyə gətirdi, apardı, atdılar, lahələ dedilər, qaçış etdi. Yad orada. Yəni Seyid Hüseyn Musəvi adında bu Seyid Mollacıqaz Qara Məmmədə qoyur. Düz zadla eyni zamanda o illərdə demək ki, bu Pezeşkiyanla, bu Puzbəndiyanla, bu da Təbrizdə idi. Bunlar universitetlərdə öğrenciləri tutub öldürməklə, işgəncə etməklə, cəmaatı. Təhcə bu Seyid Hüseyn Musəvi prokurordur orada. 150 dənə Azərbaycanlı qızı zorlamışdı. Bu prokuror olaraq rejimdə bunu gizlətmirdi açıqcasına. Və o qədər Azərbaycanda bu adam öldürdü ki, yəni da o zaman da kimsə çox adam öldürürdü. Xumeyninin ətrafındakılar, Xameneyi, Rəfsəncani, sonrasından çoxdular. Deyil, hə, bu yaxşı. Sonra Xumeyni götürdü, bunu yapardı Tehrana. Tehranda öz yanında saxlayırdı, cəmaranda saxlayırdı. Mən də o zaman evin zindanındaydım. Bu gəlirdi zindana filan və o zindanda ki, Lacəvərdi və Gilani və bu rəisi gil. O orada ki, demək ki, qan zadı yaratmışdır, qan gölü gedirdi evin zindanda. Bu gəldi, onu qat-qat artırdı. Bu Seyid Hüseyn Musəvi və Xameneinin o zaman sağ əli. İndi bu adam ilimli qanat olub. Yəni, həmin ilimli qanat ki, Azərbaycan Milli Hərəkatına qarşı bir cəli, falşivni, cəli, bədəl yaradırlar ki, dayda bu Azərbaycan məsələsi istəmirsiniz. Bu adam gəlib da özdə. Və özü də deyir ki, mən demək ki, Türkəm filanım. Axı sən nə Türksən ki, demək ki, bu rejiminə. Bu Azərbaycanda, Quzeydə də birlikdə iddia edirlər ki, universiteye gediblər, akademiyə getdilər, jurnalistdirlər, siyasətçidirlər. Deyirsən, bunlar nə cür siyasətçidirlər? Bir adam, bu demək ki, əgər 45 il bir dənə adam yiyən rejimə, sistemə, irticacı, mühümatçı, rəhimsiz, uşağa, böyüyə. Hələ elə bil, bunlar İran adlanan yerdə gedən bu hadisələri elə bilirlər ki, şakaymış, zarafatmış. Və ziddi Türk, ziddi Azərbaycan, ziddi insan, ziddi gəlişmə, hər şeyə qarşı olan bu rejim. Ona görə buradan çıxıb, da Türkdür, da neyini öz Türkümüzdür da. Sən bilirsən ki, İran adlanan yerdə bir dənə balaca dövlət rəsmi idarəsinə getmək üçün hansı süzgəclərdən keçməlisən? Bu adam dəfələrlə üzlərlə millət vəkili olub, nazir mavini olub filan, hansı süzgəclərdən keçməlisən? Və birində də bir dəfə bu keçmədi heç. Və bunu da indi bu adamlar ki, ay Türkdür, çəkilin gəldi, heç İran adlanan yerdə və İran adlanan yer haqqında və rejim haqqında və bu 100 il haqqında təəssüflə nə İran adlanan yeri tanıyırlar, nə tarixin bilirlər, nə hadisələr gedib. Demək ki, bunlar bilə təhcə demək ki, bunlar çox Türk olublar da, millətçidirlər da, çəkilin da. Deyirsən, bu sənin bu məsələ budur ki, orada sizə düz söylədiniz. Yəni, bu adamı bilə-bilə gətirdilər İran adlanan yeri. Əlbəttə, bu Tehranda zaten bunu ciddi alan yoxdur. O düşərgələrdə də ciddi alan yoxdur. O ilimli qanat, xatəmi ki, bunu özlərindən hesab eləyirlər, filan eləyirlər. Bunu heç ciddi alan deyil. Hətta Padokimin Xameneyinin düşərgəsində də. Təhcə deyir ki, elə mən məktub aparan gətirən ağa nə deyir, ona qulağa. Ağa deyir belə, mən də deyəm elə. Tutardı getdi. Amma məsələ bu deyil. Bu bir nizamın, bir sistemin, adam yiyən, qan içən. O qan içən rejim ki, bəyək siz də söylədiniz. Bu günləri milyardlarla Amerika, pul xərcləyir, gəmilər, filan, nə bilim,
B2-lər, B52-lər, təyyarələr töküb dünyanı gəlib savaş ərəfəsinə çəkib gətirib bu adamlar. Bu rejim, bu adamın hissisidir, bu rejimin hissisidir. Nə cür türkçülükdür bu? Hardan gəldi bu türkçülük? Nəyi bəcər türkçülüklər çıxardırsınız? Və amma bu türkçülük Urumiyədəndir. Urumiyədə deyə bir ömür dediniz filan. Sıxdı haray mən Türkən bozqurt qaldırdı. Qorxurdunuz bundan. Və aparıb ya Allah bismillaha bağlamışdınız. Və bir dönəmdə çıxmışdınız ki, burada İsrailə qarşı, ondan Yahud millətinə qarşı və filan, demək ki, Hamas dəstəkçisi, Yasir Ərəfat dəstəkçisi filan eləyirdiniz. Və dövlətə qarşı. Və böyünləri o da gəliblər sınır qırağında, yenə də yığışıblar. Akibəti biri sənin bu Bakıya gəldi. Onunla biri bundan soruşacaq, bu zəngro nədir? Bu Tehranda belə bu H200 və bu Azərbaycana qarşı. Və bu top tüfəng nədir? Fatimə Zəhra adı ilə gətiribsiz, Zəngəzurda şaqqıldadırsınız, Norduzda. Və bunlar nədir? Xoru demək ki, nə deyirsiniz, o andıza inanaq, Həzrət Abbas andıza, qoltuğunuzdakı xoruza, hansına? O yox, deyirlər də elə bu demək ki, bu anadan doğma təmiz doğulub. Bu türkdür, elə də türkdür gəlsin. O da yalan danışmağa, boş danışmağa, sarsaq danışmağa, hamı da bilir. Bilirlər ki, bu topoydur, bu bəbudur. Hamı bunu bilir. Nə siyasətçi, nə filan, nə elm adamı. Danışdığı da 2500 bundan qabaq, ondan sonra Həzrəti Əli Durduma, Osmanı, Xəlifə Osmanı öldürən Maliki Əşlər var. Osmanı öldürür, terörist olub o vaxt. 1500 qabaq. Və bunu Heydrud Maliki Əşlərə yazdı filan filandır. Niyə gəldi o Maviyə? Demək ki, o qiyamət düşdü, İslam dünyasında şaqqalanma düşdü. İndi onun demək serial çəkilib, İran adlanan yerdə qoymurlar ki, göstərişə qoyalar. Ondan görə millət ailə görür ki, bunlar ki, nə deyiblər indiyə ki, hamısı yalanımış. İslamı parçalayıblar, İslam dünyasını parçalayıblar. Ona görə də bunlar da bu cinayətlərdə şərikdirlər, məhkəməlikdirlər. Lahə məhkəməsi olur olsun, Azərbaycanda olur olsun. Axı bu şəhidlərin, öldürülənlərin, haqları pozulanların hamısının ailələri, uşaqları, böyle bunlar hamısı sabahları bunlar kəsəcəklər məhkəməyə qaba. Bu adam da sizan deşiyinə görəcək. Görüm o vaxt sən bunu Bakıda harda gizlədəcəksən? Harda gizlədəcəksən? Olmasın ki, bu cinayətkarlar başalıb Bakıya gələcəklər, ya Ankara'ya gedəcəklər. Beynəlxalq hüquq var, beynəlxalq demək sistemlər var. Necə o Filipinlərin o cinayətkarı sürüyə gətirdi, apardı, atdılar lahələ, dedilər qaçış etdi. Yad orada. Miloseviçlə o zürəsinə. Hər halda, yəni məsələ buradadır. Bizim demək ki, millətimiz Azərbaycanın güneyində. Bu havadis gedir, bunun bir hissəsi bizim başımızın üstündə gedir. Millətimizin başı üstündə gedir, toprağımızın başı üstündə gedir. Ay kimsələr, belə dost ya düşman. Ay burada demək ki, Kürdü oxşayırıq, elə bu Kürdlər belədirlər, ondan sonra ehtiyacları var, hələ burada yerləşsinlər, belə söhbət yoxdur. Azərbaycanın güneyini, demək ki, o Pavlov zadına, nə deyilsin, laboratoriyada sevirmir. Azərbaycanın güneyi demək ki, milləti var, yiyəsi var, sahibi var. Ay hansı bir siyasətçi boşboğazlıq eləyəcək, hətta belə dost ölkədəsində olmuş olsa belə, boşboğazlıq eləyəcək, elə demək ki, buradan mənim başımdan olsun, qaçsın yesin Azərbaycanın batısında nəm dövlət yaratsınlar. Vaxtıyla 93, vaxtıyla yadınızda olsa Kürdlər buradan cığır yaradırdılar, Laçından belə Kürd dövləti yaradırdılar, çəkil gəlsin, biri də Bakıda yerləşmişdilər, vay, indi Azərbaycanın güneyində elə bir söhbət yoxdur. Ay Suriyədən gəlirik, ay demək ki, Ərbildə belə elədik, Azərbaycandan güneyinə gəldiniz, belə demək ki, Amerikanın o Trump imzalayır, belə imzalayır göstərir. O Trump'ın imzası ilə də gəlsəz, qorxusuz qırılacaq, böyük kəs qulaqcı olacaq və belə niyyətlərə düşmün, külli İran adlanan yer dağılacaq, utan da Azərbaycan olacaq. Türk milləti utacaq və Azərbaycan bütövləşəcək. Bu Araz sərhədinə, ay Norduz, ay filan, onda da hər kəs onda bilinmir, harada özünə bir yer axtaracaq. Ay oradan çıxacaq Amerikadan deyəcək ki, hələ yoxlar bu Kürdü biz gətiririk, ona görə də sözün sonu. İsrail, Yahud millətinə biz qarşı dəyirik. Bu Yahud milləti ilə biz Türk olaraq tarix boyu bir yerdə yaşamışıq. Xəzər dövləti, o imperiyalarımız və Azərbaycanda da azad yaşayıbsınız. Hər zamanda sizin haqqınızı, hüququnuzu biz dəstəkləmişik. Bu oyuna getməyəsiniz. Bu Kürdü dəstəkləməyin. Gətirib özdə kimsə bu Kürdü dəstəkləsə, Azərbaycanın güneyində bunların tamahxorluğuna meydan atsa, bu düşmançılıq axıra kimi gedir. Amerikada da İran adlanan yerdə millətlər baxmayırlar ki, gəlib deyirlər, gətir bu zibil, bu nə deyirsən, mallaları cinayətkarı yapar. Amma vaxtıyla bu ölüm olsun Amerika deyə bunlar gəldilər, o şahı qovaladılar. Xumeyni Amerikaya ölüm olsun dedirtdi, gəldi filan oldu. Yəni Azərbaycanda bu millət də bilir ki, 30 min Azərbaycanlını Məmməd Rızaya kim kömək elədi, qırdırdı. Soğuk savaş dönəmi başlatdılar. Gəlin bu məsələni da dəvətməyin, tarixə qayıtmayaq. Burada kimsə qalxıb, ay Farsa demək ki, bəyək da buyurdu, hakimiyyət dəyişəcəyəm, aynəm şahçısın, xalq mücahidin, kimsəni gətirəcəm, onu deyən, eləyənlər başlarını duvara bırak. Azərbaycanın güneyində gələrlər, gələsini vardırsa, gəlməkləri vardırsa, görməkləri də vardır.
Və onun da demək ki, kiçik bir örnəyini keçən həftələr içində Urmiyədə gördülər. Ərdəbildə də görərlər, Təbrizdə də görərlər, Qəzvində və Tehranda görərlər. Bəli. Hərbi bir manevr keçirdi. İran Zəngəzurda ermənilərlə birlikdə. Əvvəl qısa bir video var. O videonu sizlərə, yəni həm sizə, həm də tamaşaçılarımıza təqdim edək. Sonra istərdim ki, bu barədə də düşüncələrinizi paylaşasınız bizim tamaşaçılarla. Buyurun dostlar, bu Təbrizin Aşura ləşkəri bu, necə deyərlər, o manevr, yəni hərbi manevri ermənilərlə birgə keçiriblər və bir tərəfdən Pezeşkiyan Bakıya səfər edəcək, digər tərəfdən ondan öncə Azərbaycanın sərhədində və Azərbaycanın torpağında, tarixi torpağında ermənilərlə bunlar hərbi manevr keçirir. Buyurun. از امروز به مدت 2 روز در منطقه مرزی نوروز انجام خواهد گرفت. یگانهای عملیاتی مستقر در مرز جمهوری اسلامی ایران و ارمنستان است. هر کشور با یگانهای عملیاتی خودش این رزمایش انجام میده. عنوان رزمایش صلح است، چون منطقه مناطق مرزی دو کشور بدون هیچ گونه تهدید است. تدابیر لازم از قبل اندیشه شده، صلح پایدار هست. لذا این منطقه کاملا صلحی است. رزمایش هم بر اساس اون ما صلح گذاشت. هدف اصلی رزمایش تقویت امنیت مرزها هست. مناطق مرزی بر دو کشور با توجه موقعیت قفازی که تو منطقه واقع است اهمیت بسیار راهبردی برخوردار است. Bu Sərdar Vəliyullah Mədəni Aşura ləşkərinin hər halda komandorlarındandır. Mən dərəcəsini, yəni görəvini, vəzifəsini bilmirəm kimdir, fərq eləməz. Bu burada da elan edir, deyir ki, davamlı sərhəd təhlükəsizliyi, yəni bunu gücləndirmək üçündür sülh manevri, güya sülh manevri. Ki, burada başqa bir niyyətimiz yoxdur filan, əgər sənin başqa niyyətin yoxsa, həm bir tərəfdən müzakirə gedir, həm bir tərəfdən Pezeşkiyan Azərbaycana səfər edir, həm bir tərəfdən Azərbaycan torpağında hərbi manevr keçirirsən, özü də Azərbaycan kimlə? Ermənilərlə. Ona görə Sayın Əjdər bəy, bu yəni nələr baş verir? Mən istərdim ki, sizdən eşidək. Pezeşkiyanın, bu əlbəttə onu deyim ki, Sipahın bu keçirdiyi bir manevrdir. Amma Pezeşkiyan İranın Cumhurbaşkanıdır. Sayın Əjdər bəy, hesab edirəm ki, ən azından Pezeşkiyan Xameneyinin vasitəsilə bunun qarşısını ala bilərdi ki, təhrik edici burada bir hərəkətlər etməyək, Azərbaycana səfər edirəm, orada görüşüm olacaq. Yəni bir növ istəsəydi, Pezeşkiyan buna mane ola bilərdi. Çünki Azərbaycan bilir ki, həssasdır. Əlbəttə, ayrı-ayrı məqalələr yazılıb. Mən o məqalələrin hamısını oxudum bununla bağlı. Orada Azərbaycanın Cumhurbaşqanını təhdid ediblər. Hətta atmacalar atıblar. Təhqir cümlələri var onun içində. Ki, güya məsələn, ayağını həddən artıq, o yəni cilminə görə uzatmır və bilmiş olsun ki, biz həmişə hər zaman oradayıq və orada məqalədə dövlətinkidir. Yenə də yazırlar ki, sərhədlər dəyişilməzdir. İran buna icazə verməyəcək ki, orada hər hansı bir Ermənistanın torpağında Azərbaycan istədiyi formada davransın və yaxud bir nəyisə orada coğrafi baxımdan dəyişikliklər etsin. Biz buna heç vaxt, heç zaman yazırlar ki, icazə verməyəcək. Ona görə də Pezeşkiyanın səfəri ərəfəsində bunlar nədir? Sayın Əjdər bəy, nə mesajdır? Buyurun. Təşəkkür edirəm Cavad bəy. Söhbətlərinin içində Aşura qoşunu dediniz. Bu Aşura qoşunu o qoşunudur ki, Azərbaycanlılar tərəfindən gənclər, Azərbaycanda əskərlər zaki yığmışdılar, apardılar, verdilər o Məzun adalarında, o suların içində. Orada Səddam gətirdi, generatorları qoydu, yüksək adda dozada generatorları və minlərcə Azərbaycanlıları dedilər, qaçın cənnətə gedəcəksiniz, Xumeyni cinayətkar Azərbaycanlını, Azərbaycan gəncliyi orada bölmə deyil. Bu Aşura, o Aşura qoşunudur. O birisi tərəfdən də demək ki, neçə gündür bunlar, keçən həftə, o birisi həftədə. Bunlar Azərbaycanla İsrail dövləti arasında tükcə fərq qoymurlar. Odur ki, oktyabrın 7-sində gələ Tehranda çağır eləydilər, ay hücuma keçdi Hamas, ay İsrailin sınırları pozuldu filan elədi, qiyamət idi, toy tutmuşdular. Orada da deyirlər ki, o günlərdə də deyirlər ki, İsraildən sonra növbə Azərbaycanın deyil. İndi siz də söylədiniz, elə indi yazırlar növbə Azərbaycanın, Azərbaycan belə filan filan. Əlbəttə indi bunların lap yaxşısını Azərbaycan dövləti bilir. Yəni bu rejim yəni nədir? Az bu rejimdə demək ki, bütün bu mabəği, bunlar həvadizi baş verir. Allahdan, imamdan, peyğəmbərdən belə qormuş, Azərbaycanın güneyində olan o millətdən qormuş. Mən bu özəlliklə bu 45 sənə içində və özəlliklə bu 30 sənədə çoxdur. Azərbaycanın güneyində olan o hərəkatdan belə qorxurlar, bilirlər ki, nə ola bilər. Nə at qalacaq, nə ip qalacaq, nə bunlar.
Amma məsələ buradadır ki, bunlar neçə gündür, keçən həftədən çıxdılar qonşu ölkələrə, Türkiyədə də belə xəbərdarlıq etdilər ki, ay İsrail demək ki, hücuma keçsə, sonrasından sizin səmazdan istifadə eləməsin, sizin göylərdən istifadə eləməsin. Azərbaycanla bir dənə siyasətləri var, səssiz, sədasız keçinmək. Və bu quş qondurmaza da dedilər ki, yaxşı, sən bir dənə demək ki, bu Ramazan bayramı ilə bağlı Azərbaycan prezidentinə bir zəng açdı ki, gəlirəm, nəminə gələcəyəm filan. Azərbaycanda da biri də qırmızı paltarın, ondan sonra Zəngula Mənqulənin çarşaflarını çıxartdılar ki, hətmən çıxacaqlar Səryana doğru, nağara ilə, mağara ilə çıxacaqlar ki, demək ki, bu Pezeşkiyanı, bu quş qondurmazı qarşılayacaqlar. Daha görün də İran adlanan yerin prezidenti, Türk prezidenti gəlir da Azərbaycana. Biri də bunlardan soruşa ki, sən bunun demək ki, bunun rejimi, bunun nizamı, 10 minlərcə Azərbaycanı hələ bu dönəm öldürüblər. Qızları zorlayıblar, insanları məhv eləyiblər. Hələ bu Pezeşkiyan deyilən adam ki, həkimdir özü də, 2 ay bundan qabaq Urumiyədə adamların kasıb bədbaxt. Bunlar oğruları qolun kəsərlər. Geçsin orada Xameneinin gəlib o birisi qolu şildi, o birisini kəssinlər də oğrunun başçısı odur ki, bunlardılar. Gediblər o adamı gətiriblər Urumiyədə. İndi dünya ki, texnikat inkişaf edirlər, elədən filan məsələ, xərçəngi ilə bağlı bir dənə texnika gətiriblər filan. Bunlar gedirlər hər şeyi neyi bəzərir. Gətiriblər Urumiyədə bir dənə aparat düzəldib qoyublar paslanmış dəmirdən. Barmaq kəsmək üçün. 2 ay bundan qabaq 2 dənə Urumiyəlinin, zavallının tutublar, iki qardaşın barmaqlarını kəsdilər. İndi də Urumiyədə 4-3 nəfəri də boş-boş ittihamlarla o adamlar da deyirlər bizi tapdadılar, boynumuza qoydular bəzi məsələləri. Kasıb, fələş vurmuşların biri, uşaqlar xəstə filan. Gətiriblər ki, bu 3 nəfərin tezlikcə dərəsinin demək ki, 4 dənə barmağını kəsəcəyik. Bu Pezeşkiyan və Dünya Həkimlər Birliyi də bu Xameneyə məktub yazıb. Bu adamın adı nədir? Bu quş qondurmaz. Bu demək ki, Puzbəndiyana. Məktub yazıb, sən həkimsən, sən qabağını al bunun. Həkimlər gedirlər orada, ölçüblər, biçirlər, neçə santimetr yanlıq, neçə vayınlıq. Bunun qabağını al, həkimlər iştirak eləməsin. Nə oldu bu sizin Türk prezidentiniz? Bu az müddət içində bu gələndən bir yana 1000 nəfərə yaxın qadın, adam edam eləyiblər. Təhsil ölkələrdəndir ki, insanlar, qadınlar bu ölkədə edam növbəsinə dayanıblar. Bu adamın prezidentliğine. Ağzında açır deyir ki, mən də hər nədə ağanın quluyam da, ora quldur da bu, quldan da pisdir. Ona görə ay Bakıya gəlib dedir, bu zibilin arxasında bir şey gizlədirlər. Yəni nə? Əgər bunlar gözləyirlər ki, Sayın Cavad bəy, ay demək ki, bunlar demək ki, o dəfəki kimi Amerika sıxışdıranda Azərbaycandan bedava benzini gəlib aparacaqlar, elə deyil. Və benzini gələn həftəzat bağlaşdıracaqlar. Əgər Azərbaycan yenidən də bunlara benzin verəcək, gəl apar da bedavadır, fikir eləmirəm. Ona görə bu adam ki, gəliblər Azərbaycanda, demək ki, Astaradan üzü bir yana, neçə həftədir orada silahları zadı qoyublar, ay İsrailin uşaqları, İsrailin burada dağlarda, çoxdan da bunu deyirlər. Düşərgələri vardı, ondan sonra burada demək ki, bazaları vardı İsrailin, ona görə oranı vuracaq. Gətirib orada qoşun saxlayıblar. Sonra gördülər, iş uzun çəkibdir, çıxartdılar bu Fatimə Zəhra abılar. Nədir Cavad bəy, siz bilirsiniz ki, zindanda da olubsunuz ki, mən bunun hamısını görmüşəm. Bu Kur'an'ı vurur koltuğunun altına, kalkın kızını, uşağını zorlayır, ondan da ya Zəhra, ya Fatimə. Kur'an'ı koltuğunun altına vurur bir yandan, adamı şallağa tutur, işkəncə edib, dırnağını çıxardı deyir, ya Hüseyin, ya Zəhra filan filan. Hamısı belə eləyir. İndi də gəlib soxulub hara? Ermənistanla. Ermənistandan ki, demək ki, bu Rusiya bundan imtina edir. Bunun boynu yoğunlarını bu günləri Azərbaycan yığıb gətirib haqlı olaraq. Ay Avropanı deməklə deyil ki, bunlar cinayətkardırlar. Durub gəlib demək ki, baş nazir olub deyə, ondan adın da Putinin də gözünün bəbəyidir. Bir korrupsiyoner Rusiyanın mərkəzi bankasını hətta çalıb o zaman. Bunlar bəllidir. Durub gəlib Azərbaycanda tutub basıb zindana və məhkəməsi gedir. Ermənistan da deyir, sülh sazişini imzalamayacağım ki, o maddə də orada olsun ki, bunların azadlığı, bunun söhbəti Azərbaycanda xeyir, heç daxil yoxdur. İndi Ermənistan, bu adam da deməsə Ermənistanın baş naziri deyir, bu məsələni biz kənara qoya bilərik. Sonra sülh sazişindən sonra bu danışıqlar ola bilər. İndi Avropa demək ki, kasada aşlar isti kasa özünü atır ortaya. Zaten da Rusiyanın da səsi çıxmır. İndi bunlar durub gəliblər ki, bu bölgədə, Norduzda, demək ki, tətbiqa keçirirlər. Elə həmin ordunun bölmələrini gətiriblər. Orada çoxdan yerləşdiriblər ora. Ordunun bölmələrini gətiriblər. Norduzda istəyir ki, sülh bölgəsi yaradaq. Siz müsəlmansınız, müsəlman olun. Vəhşi siz vəhşi olun. İndi yaz vaxtıdır.
O dağlar Azərbaycan dövləti pul para veribdir. Cüyür, zeyran alıb ötürür. Quşları alıb ötürür ki, bunların nəsli vaxtı ilə kəsilir. Burada o qədər gül var. O dağları basıblar topa, basıblar gülliyə, vırırlar, töküb dağıdırlar. Yəni bu yaz vaxtında hamı bilər bu doğada, naturayla tanış olan insanlar yaxşı bilir. Sənin nə haqqı var bu Azərbaycan torpaqlarının kimə hüquq gəlirsən? Yəni məsələ buradadır, özünə adım qoyublar, ya Fatıma Zəhra və getdinizlər Suriyədə, ya Zeynəb dediniz, o da qalıb yiyəsiz. Əgər demək ki, o Coğlanının, Əbu Şərənin də dəstəsi olmasa, vırıb dağıdacaqlar hamısını. Belə Azərbaycanını da apardınız orada ölümə verdiniz. Minlərcə adamı ölümə verdiniz. Gəlib siz işi tutarıb ermənini qoruyasınız. Erməni də indi pis gündədir. O da onun məclisinə bax, mən sülh sazişinə qol çəkəcəm. Zəngəzur yolu açılacaq. Qutardı. Bu söhbət insan götürmür. Və siz də gedəcəksiniz. Siz heyf ki, qalmayacaqsınız ki, görəsiniz o günləri. O günləri görəsiniz. Görəsiniz. Amma sizdən qalanlar görəcəklər Zəngəzurdan demək ki, bu millət bu tərəfdən necə fırladacaq maşını Təbrizə, Urumiyə, ondan Surduza, Ərdəbilə gələcək. Bunları görəcək sizdən qalanlar əlbəttə. Siz gedəcək, tezlikdə qaçacaqsınız. Ona görə məsələ buradadır ki, bunların hamısının Azərbaycanda bütün yetkililər, kimsələr, mən demirəm, ay kimsə politolog, İran bizim dostumuz, böyük ölkədir, xoxla, İran Türkün düşmanıdır bu Fars dövləti, Fars dövlətçiliyi. Və bunun demək ki, əli qələm tutan, beyni olan bu Farsların hamısı Türk düşmanıdırlar. Fərq eləməz, solçu olsun, dinçi olsun, hər nə. Bunlar Türk düşmanıdırlar və Azərbaycanın dövlətçiliyinin varlığın düşmanıdırlar. Hamısı. Baxmayın gəlirlər demək ki, Azərbaycanda Bakıya soxulurlar. Ay dədəm babam da keçmişdə kommunist olub, nəm demokrat olub. Ay dədəm babam KGB-yə xidmət edib. Məni öz adı ki, mən də xidmət edib. Yalancı Azərbaycançılıqdır. O Azərbaycançılıq deyil. Yox demək ki, Amerika gəlir İran adlanan yeri dağıda. Biz də orada elə əl-ələ verəcəyik demək ki, dinçilərlə, hansı kommunistlə, hansı İrancı farsla orada hamımız birlikdə. Yox, o bir dəfə idi. Xumeyni gələndə hamı birlikdə, o bir dəfə qutardı. O məməni lulu apardı. O ümidə gələsiz Bakıda hansı məmuru alladasın, o məmur da öz nə deyirsən, əməllərinə görə olacaq ki, bax gördünüz, tapdınız, birləşdiririk Azərbaycan. Azərbaycanda millət orada birləşdirir. Sayın Əjdər bəy, bu Azərbaycanda pezeşkiyan vurğunluğunun arxasında nə dayanır? Bunlar yəni nə məsələdir? Burada mən sadəcə bircə dəqiqə dostlar, bu baxın görün, mən bir daha bu şəkili bir dəfə göstərmişəm, amma dostlar, diqqət edin bu şəkilə. Bu pezeşkiyan atasıdır, pezeşkiyan anasıdır. Burada bu geyim, yəni tamamilə Kürt, yəni xüsusilə qadın belindəki şala baxın. Bizim qadınlarda elə belə o formada şal bağlamırlar. O cür məsələn hətta başda da yəni bilmirəm, bizdə şəddə deyirlər. Elə bir şeylər olur, amma bu formada deyil. Tuman köynəkdir məsələn, bunlar bir-birinə yaxındır. Amma o beldəki sübut edir ki, bu Kürt qadınıdır, o da onun atasıdır, hərbiçi olub təbii ki. Yəni bu şəkil, indi o uşaq özü pezeşkiyan deyil, mən onu deyə bilmərəm. Amma bu onun atası, anasıdır. İndi bütün bunlar ortada ola, pezeşkiyan türkdür və fəxr eləyirlər bir iddia Azərbaycanda, xüsusilə bu medialarda və bunu təbliğ edirlər. Hətta pezeşkiyana görə bizə qarşı bir növ nifrət yaranıb ki, siz niyə Türk bir cumhurbaşqanı ilə bu formada davranırsınız, düşmənçilik eləyirsiniz. Nədir bu? Bunun arxasında nə dayanır? Pezeşkiyan, həqiqətən də bir də Azərbaycanda o 5-ci kolon dəqiq bilir ki, Pezeşkiyan Kürtdür və Türk adı ilə bunun təbliğatına başlayıblar. Yəni bu ola bilərmi? Mən bu məsələ ilə bağlı bir qədər həqiqi deyirəm. Yəni adam o necə deyirlər, artıq o həyəcan siqnalı başlayır. Ki bunlar bir adam ki, məsələn Pezeşkiyan sistemin içindən çıxan orada, o 46 ildə o adam öldürüb o dövlət, Pezeşkiyan o sistemə çalışıb, nə qədər milli fəalları məhv eləyib aradan aparıblar, nə qədər milli fəallarımız zindandadır, nə qədər həbslər filanlar, Pezeşkiyan bir cümlə bu günə qədər gəlib onların birini belə müdafiə etməyib. Yəni burada nələr baş verir? Bunlar kimdilər bu Pezeşkiyanı bu formada meydana çəkiblər, xaricdə, daxildə filan. Yəni inanılmaz bir təbliğatlar gedir. Hətta yavaş-yavaş bizim o milli məsələmizə girişiblər. Mən elə yeri gəlmişkən burada bir şəkil qoymaq istəyirəm. Baxın bu şəkil, burada səhv etmirəmsə Məsud Haray yazıb bir məqalədir. Yazıb Bakı, Təbriz, Ankara. Siz təsəvvür eləyin ki, bu orijinal, dostlar, bu orijinal, bunun elə bu Teba TV-nin adı ona görədir. Təbriz, Bakı, Ankara. Bakı, Təbriz, Ankara şuarı ömrü boyu Azərbaycanda verilməyib. Bu Təbriz, Bakı, Ankara. Bu söhbət onda deyil, bu hansı əvvəldə, amma orijinaldır bu şuarlar. Baxın görün, yəni
buna qədər hətta mənim özümə də dedim Azərbaycanda müəyyən müraciətlər oldu ki, və bəlkə onu Bakı, Təbriz, Ankara eləyəsiz. Çünki Bakı bilirsiniz də dövlətdir, filandır. Dedim Bakı bizim göz bəbəyimizdir. Bakı biz özümüzük. Biz amma bu şuar içəridən çıxıb. Yəni yavaş-yavaş belə təhriflərə keçirlər. İndi bunu nəyə görə? Bu bir fərd məsələsi deyil. Mən bunu nümunə üçün göstərirəm ki, Sayın Əjdər bəy, bir cərəyan var. Cüni Azərbaycanla bağlı, Cüni Azərbaycanı sıxışdırırlar, Cüni Azərbaycanı kənarlaşdırırlar, təcrid edirlər Cüni Azərbaycanı və bu qüvvələr Quzey Azərbaycanda var ki, bu fəaliyyəti edirlər. İndi onlar kimdirlər? Hara qulluq edirlər? Və bu Pezeşkiyanın özünü önə çəkənlər, xüsusilə bu xaricdəkilər çox gözəl bilir ki, bu türk deyil. Bunu çox gözəl bilir. Amma biri dəndə məmur ediblər. Məsələn, gedirlər, şimdi mənim qonşum de, nə danırsınız? Mənim şeydir, bunu qardaşını tanıram, bunu nə bilim, dədəsini tanıram. Bizim elə, sənin qonşun olanda nə olar? Mən qonşumu bilirəm ki, məsələn, bizim Muğanda orada yaşadığım yerdə qonşu var idi. Vallahi mən son vaxtlar bildim ki, bu Qarapapaq tayfasındandır. Yəni tayfal, ona görə sən nə bilirsən ki, qonşu olanda kimdir? Hardan gəlib, onun kökü nədir? Gedib araşdırıbsan, 7 arxadan dönənini araşdırıbsan. Deyir ki, özü deyir mən türkəm də. Əgər bir adam özü deyir ki, mən türkəm, bundan biz niyə narahatıq? Bir adam özü desin, mən kürdəm. Amma gəlsin bu millətə xidmət eləsin. Gəlsin Azərbaycana xidmət eləsin, o mənə qəbuldur, əlindən öpərəm. Desin, mən kürdəm, amma əməldə bizim millətimizin yanında olsun. Bir adam ki, Sayın Əjdər bəy, bir adam ki, bir peni qədər Cüni Azərbaycana dərdinə dəyməyib, ona görə bir iş görməyib ki, Cumhurbaşqanısan, heç bir, yəni ağdan qarıya bir iş belə bu adam görməyib, tökülüblər, düşüblər, hər şeyi təhrif edirlər. Bunlar Cüni Azərbaycana qarşı olan qüvvələrdir. Biz bunun adını başqa heç nə deyə bilmərik. Xüsusilə də bunların nümayəndələri xaricdə də var, içəridə də nümayəndələr var ki, dəfələrlə adlarını da çəkmişik ki, kimlər özdə bir ayaqları idarə ittilatdadır, bir ayaqları da Pezeşkiyanın təbliğatında. Nələr baş verir? Bizi nə hesab edib? Bu milli hərəkatı nə hesab edirlər? Özdə danışanda gəlib deyəndə də deyirlər ki, bunlar təxrib qrupudular, bunlar təxrib edirlər, bunlar onu edirlər, bunu edirlər, amma ortaya da bir dənə məntiq qoymurlar. Mən istəyirəm o adamlardan, Pezeşkiyanın dalında duranlardan bir dənə fakt gətirin, qoyunun ortaya ki, Pezeşkiyan Cumhurbaşqanı olandan sonra Azərbaycan üçün bu işi gördü. Bir dənə. Buyurun, Sayın Əjdər bəy. Amma bəy, Rəfsəncani ki, demək ki, bu rejimin vaxtı ilə Xumeyni zamanında hələ demək ki, Xameneyin də ki, bu gətirəndə demək olar ki, o zaman prezident olanda birinci adam kimi idi. Və bu durdu gəldi Azərbaycana. Bu Azərbaycana başıya gələndə prezident Heydər Əliyev də Azərbaycan prezident yox, bağışlı olsun. Orada hələ prezident seçilməmişdi. Yağıb Mahmudov da deyəsən, əgər düz desəm, səlahiyyətləri, prezident səlahiyyətlərini ona vermişdilər. Onu da Tehrana çağırmışdılar. Yaqub Məmmədov. Məmmədov. Düz istəyirəm. Sonra onu çağırmışdılar Tehrana. Day biz arabuluculuq edirik. Görün Tehran rejiminin deyək ki, kimə xeyr axı deyib, anda qala Azərbaycana. Biz arabuluculuq ediyoruz sizlə ermənilər arasında və Rəfsəncani də durdu gəldi bu Azərbaycana. Bəy, Azərbaycanda onda trafik, ondan sonra yollar bərbad, yollar bağlandı. Bu cəmaat, fəhlələr, axşam saat döküldü. Sayın Əjdər bəy, bağışlayın, Şuşa işğal oldu. Yaqub Məmmədov Tehranda bunları çağırdılar, söhbət edən. Səhərsi günü Şuşanı işğal elədilər, bəli. Bəli, onu deyirəm. Çəkdilər adamı Tehrana. Bu adamda mən gəlirəm, day Rəfsəncani gəlir filan filan. Day demirdilər ki, bir də ədəm. Bu mallalardan itdə xeyir görməyibdi. Handa qalıb Azərbaycan. Şuşa getdi, Laçın getdi. 7 rayonun getməsinə yolu hamarlatdılar. Və getdilər demək ki, adı nədir, erməni ilə cütləşdilər. Məscidləri də it yuvası elədilər, donuz yuvası elədilər. Bu Norduzu da açdılar, doldurdular bu erməni ilə. Erməni də hər gün orada. Və sonra bir zamanlarda bu adı nədir bunun deyizlər, bu Əhmədinəcad durdu gəldi. Ay çəkilin Əhmədinəcad gəlib. Bizlər Güneylilər də olaraq etiraz elədik. O zaman dedilər ki, etiraz eləməyin, dövlət rəsmimizi çağırır demək ki, çağırsın. Biz Azərbaycanlılar bu adam o qədər adam öldürüb bu, təhkillərini vurub bu, təhdid çəkib bu Əhmədinəcad. O qədər adam öldürüb ki, Azərbaycanda Ərdəbili talayıb bu adam. Orada demə vali idi. Sonrasından özümüzü də tutdular, bu Bakı Sovetdə sürdülər və məhkəməyə verdilər. Demək, uzun nağıl. Və sonrasından da nə oldu? Elə hər birisi də Azərbaycan prezidenti ilə görüşdülər. Bir dənə bunlar fırtına yaratdılar ki, yəni bunların Azərbaycanı görəsi gözləri yoxdur.
Və bu günləri də hər gün bir dənə oyundan çıxırlar ki, demək ki, Azərbaycanla bağlı və təəssüflə Sayın Cavad bəy, siz düz deyirsiniz. Azərbaycanda bəzi adamlar da tapılır ki, çox türkdülər bunlar, çox türkdülər. Və demək ki, bunlar türkdür adam. Yaxşı, Bağırı da türkdür, Genelkurmay Başkanıdır. Gətirdi 2 dəfə, ordunu gətirdi bura, dedi Bakıya 400 dənə füzəni yağdıraram. Bağırı. Ona görə demək ki, adı nədir? Musəvi. Baş nazir yox, bu birisi Seyid Hüseyn Musəvi, Təbrizdə prokurorudur. O Sinema Reksi Abadanı yandırıb 400 nəfəri Xameneyin əmri ilə inqilabdan qabaq qapını qıfırladılar. 400 nəfəri orada tineri töküb yandırdılar. 440 nəfər ya 400 nəfəri. Və o adama da ki demişdilər sən yandır, hələ şah dönəmiydi. Sonra da sən qaç İraqa, qoy zatları yazsın. Sinemaları yandırırdılar İran adlanan yerdən. Mollalar şahın üstü atırdılar. Şah dedi ki mən sinemaları deyə yandırmaq. Deyirlər qoy bədnam olsun. Sonra inqilabdan sonra o adam İraqdan gələndən sonra çünki bu əsəri bunun o Ələhvazda hər yanda belə adamı yandırıbsınız. Yalandan məhkəmə qoydular. Bu Seyid Hüseyn Musəvi yenə getdi özü o məhkəmənin başçısı oldu. Oranın həm ordusu, polis rəisini, hətta o adam da ki bu işi görmüşdü, İraqdan gəlmişdi. Tutdular onu məhkəmədə, o dedi ki sən demişdin, biz də yandırdıq. İndi day nə deysən? Onu da basını öldürdü. Amma söyləyirdim ki, yəni Seyid Hüseyn Musəvi adında bu Seyid Mollacıqaz Qara Əmmamədə qoyur. Düz adla eyni zamanda o illərdə demək ki, bu Pezeşkiyanla, bu Puzbəndiyanla, bu da Təbrizdə idi. Bunlar universitetlərdə öğrenciləri tutub öldürməklə, işgəncə etməklə, cəmaatı. Təhcə bu Seyid Hüseyn Musəvi prokurordur orada. 150 dənə Azərbaycanlı qızı zorlamışdı. Bu prokuror olaraq rejimdə bunu gizlətmirdi açıqcasına. Və o qədər Azərbaycanda bu adam öldürdü ki, yəni da o zaman da kimsə çox adam öldürürdü. Xumeyninin ətrafındakılar, Xameneyi, Rəfsəncani, sonrasından çoxdular. Deyil, bu yaxşı. Sonra Xumeyni götürdü bunu yapardı Tehrana. Tehranda öz yanında saxlayırdı, Cəmaranda saxlayırdı. Mən də o zaman evin zindanındaydım. Bu gəlirdi zindana filan və o zindanda ki, Lacəvərdi və Gilani və bu rəisi gil. O oradakı demək ki, qan zadı yaratmışdır, qan gölü gedirdi evin zindanda. Bu gəldi, onu qat-qat artırdı. Bu Seyid Hüseyn Musəvi və Xameneyin o zaman sağ əli. İndi bu adam ilimli qanat olub. Yəni, həmin ilimli qanat ki, Azərbaycan Milli Hərəkatına qarşı bir cəli, falşivni, cəli, bədəl yaradırlar ki, daydı bu Azərbaycan məsələsi istəmirsiniz. Bu adam gəlib da özdə. Və özü də deyir ki, mən demək ki, Türkəm filanım. Axı sən nə Türksən ki, demək ki, bu rejiminə. Bu Azərbaycanda, Quzeydə də bir iddia edirlər ki, universitetə gediblər, akademiyə gediblər, jurnalistdirlər, siyasətçidirlər. Deyirsən, bunlar nə cür siyasətçidirlər? Bir adam, bu demək ki, əgər 45 il bir dənə adam yiyən rejimə, sistemə, irticacı, mühümatçı, rəhimsiz, uşağa, böyüyə. Hələ elə bil, bunlar İran adlanan yerdə gedən bu hadisələri elə bilirlər ki, şakaymış, zarafatmış. Və ziddi Türk, ziddi Azərbaycan, ziddi insan, ziddi gəlişmə, hər şeyə qarşı olan bu rejim. Ona görə buradan çıxıb, day Türkdür, day öz Türkümüzdür da. Sən bilirsən ki, İran adlanan yerdə bir dənə balaca dövlət rəsmi idarəsinə getmək üçün hansı süzgəclərdən keçməlisən? Bu adam dəfələrlə üzdən İraq millət vəkili olub, nazir mavin olub filan, hansı süzgəclərdən keçməlisən? Və birində də bir dəfə bu keçmədi heç. Və bunu da indi bu adamlar ki, ay Türkdür, çəkilin gəldi, heç İran adlanan yerdə və İran adlanan yer haqqında və rejim haqqında və bu 100 il haqqında təəssüflə nə İran adlanan yeri tanıyırlar, nə tarixin bilirlər, nə hadisələr gedib. Demək ki, bunlar bilə təhcə demək ki, bunlar çox Türk olublar da, millətçidirlər da, çəkilin da. Deyəcəm, bu sənin bu millət... Məsələ budur ki, orada sizə düz söylədiniz. Yəni, bu adamı bilə-bilə gətirdilər İran adlanan yeri. Əlbəttə, bu Tehranda zaten bunu ciddi alan yoxdur. O düşərgələrdə də ciddi alan yoxdur. O ilimli qanat, xatəmi ki, bunu özlərindən hesab eləyirlər, filan eləyirlər. Bunu heç ciddi alan deyil. Hətta Padokimin, Xameneyinin düşərgəsində də. Təhcə deyir ki, elə mən məktub aparan gətirən ağa nə deyir, ona qulağa. Ağa deyir belə, mən də deyəm elə. Tutardı getdi. Amma məsələ bu deyil. Bu bir nizamın, bir sistemin, adam yiyən, qan içən, o qan içən rejim ki, bəyək siz də söylədiniz. Bu günləri milyardılarla Amerika, pul xərcləyir, gəmilər, filan, nə bilim, B2-lər, B52-lər, təyyarələr töküb dünyanı gəlib savaş ərəfəsinə çəkib gətirib bu adamlar. Bu rejim, bu adamın istisidir, bu rejimin istisidir. Nə cür türkçülükdir bu? Hardan gəldi bu türkçülük? Nəyi bəcər türkçülüklər çıxardırsınız?
Və amma bu türkçülük Urumiyədəndir. Urumiyədə deyə bir ömür dediniz filan. Çıxdı haray mən Türkəm bozqurt qaldırdı. Qorxurdunuz bundan. Və aparıb ya Allah bismillah bağlamışdınız. Və bir dönəmdə çıxmışdınız ki, burada İsrailə qarşı, ondan Yahud millətinə qarşı və filan demək ki, Hamas dəstəkçisi, Yasir Ərəfat dəstəkçisi filan eləyirdiniz. Və dövlətə qarşı. Və böyünləri o da gəliblər sınır qırağında, yenə də yığışıblar. Akibəti mən biri sənin Bakıya gəldi. Ondan biri bundan soruşacaq, bu zəngro nədir? Bu Tehranda belə bu H200 və bu Azərbaycana qarşı. Və bu top tüfəng nədir? Fatimə Zəhra adı ilə gətiribsiz, Zəngəzurda şaqqıldadırsınız, Norduzla. Və bunlar nədir? Xoru demək ki, nə deyirsiniz, o andıza inanaq, Həzrət Abbas andıza, qoltuğuzdakı xoruza, hansına? O yox, deyirlər də elə bu demək ki, bu anadan doğma təmiz doğulub. Bu türkdür, elə də türkdür gəlsin. O da yalan danışmağa, boş danışmağa, sarsaq danışmağa, hamı da bilir. Bilirlər ki, bu topoydur, bu bəbudur. Hamı bunu bilir. Nə siyasətçi, nə filan, nə elm adamı. Danışdığı da ki, 1500 bundan qabaq, ondan sonra Həzrəti Əli durduma, Osmanı, Xəlifə Osmanı öldürən Maliki Əşlər var. Osmanı öldürüb, terörist olub o vaxt. 1500 qabaq. Və bunu hey durub deyim, Maliki Əşlərə yazdı filan filandır. Niyə gəldi o Maviyə? Demək ki, o qiyamət düşdü, İslam dünyasında şaqqalanma düşdü. İndi onun demək serial çəkilib, İran adlanan yerdə qoymurlar ki, göstərişə qoyalar. Ondan görə millət ailə görür ki, bunlar ki, nə deyiblər indiyə ki, hamısı yalanımış. İslamı parçalayıblar, İslam dünyasını parçalayıblar. Ona görə də bunlar da bu cinayətlərdə şərikdirlər, məhkəməlikdirlər. Lahə məhkəməsi olur olsun, Azərbaycanda olur olsun. Axı bu şəhidlərin, öldürülənlərin, haqları pozulanların hamısının ailələri, uşaqları böyle bunlar hamısı sabahları bunlar kəsəcəklər məhkəməyə qaba. Bu adam da Sistan deşiyinə görəcək. Görüm o vaxt sən bunu Bakıda harda gizlədəcəksən? Harda gizlədəcəksən? Olmasa ki, bu cinayətkarlar başarıb Bakıya gələcəklər, ya Ankara'ya gedəcəklər. Beynəlxalq hüquq var, beynəlxalq demək sistemlər var. Necə o Filipinlərin o cinayətkarı sürüyə gətirdi, apardı, atdılar lahələ, dedilər qaçış etdi. Yad orada. Və Miloseviçlə o cürəsilə. Hər halda, yəni məsələ buradadır. Bizim demək ki, millətimiz Azərbaycanın güneyində. Bu havadis gedir, bunun bir hissəsi bizim başımızın üstündə gedir. Millətimizin başı üstündə gedir, toprağımızın başı üstündə gedir. Ay kimsələr, belə dost ya düşman. Ay burada demək ki, Kürdü oxşayırıq, elə bu Kürdlər belədirlər, ondan sonra ehtiyacları var, hələ burada yerləsinlər, belə söhbət yoxdur. Azərbaycanın güneyini, demək ki, o Pavlov zadına, nə deyilsin, laboratora çevirmir. Azərbaycanın güneyi demək ki, milləti var, yiyəsi var, sahibi var. Ay hansı bir siyasətçi boşboğazlıq eləyəcək, hətta belə dost ölkədəsində olmuş olsa belə, boşboğazlıq eləyəcək, elə demək ki, buradan mənim başımdan olsun, qaçın yesin Azərbaycanın batısında nə dövlət yaratsınlar. Vaxtıyla 93-cü ildə, vaxtıyla yadınızda olsa, Kürdlər buradan cığır yaradırdılar, Laçından belə Kürd dövləti yaradırdılar, çəkil gəlsin, biri də Bakıda yerləşmişdilər, vay, indi Azərbaycanın güneyində elə bir söhbət yoxdur. Ay Suriyədən gəlirik, ay demək ki, Ərbildə belə elədik, Azərbaycandan güneyinə gəldiniz, belə demək ki, Amerikanın o Trump imzalayır, belə imzalayır göstərir. O Trump'ın imzası ilə də gəlsəz, qorxusuz qırılacaq, böyük kəs qulağızı olacaq və belə niyyətlərə düşmün, külli İran adlanan yer dağılacaq, utan da Azərbaycan olacaq. Türk milləti utacaq və Azərbaycan bütövləşəcək. Bu Araz sərhədinə, ay Norduz, ay filan, onda da hər kəs onda bilir harda özünə bir dənə yer axtaracaq. Ay oradan çıxacaq Amerikadan deyəcək ki, hələ yoxlar bu Kürdü biz gətiririk, ona görə də sözün sonu. İsrail, Yahud millətinə biz qarşı dəyirik. Bu Yahud milləti ilə biz Türk olaraq tarix boyu bir yerdə yaşamışıq. Xəzər dövləti, o imperiyalarımız və Azərbaycanda da azad yaşayıbsınız. Hər zamanda sizin haqqınızı, hüququnuzu biz dəstəkləmişik. Bu oyuna getməyəsiniz. Bu Kürdü dəstəkləməyin. Gətirib özdə kimsə bu Kürdü dəstəkləsə, Azərbaycanın güneyində bunların tamamxorluğuna meydan atsa, bu düşmançılıq axıra kimi gedir. Amerikada da İran adlanan yerdə millətlər baxmayırlar ki, gəlib deyirlər, gətir bu zibil, bu nə deyirsən, mallaları cinayətkarı yapar. Amma vaxtıyla bu ölüm olsun Amerika deyə bunlar gəldilər, o şahı qovaladılar. Xumeyni Amerikaya ölüm olsun dedirtdi, gəldi filan oldu. Yəni Azərbaycanda bu millət də bilir ki, 30 min Azərbaycanlını Məmməd Rızaya kim kömək elədi, qırdırdı. Soğuk savaş dönemi başlattılar. Gəlin bu məsələni da dəbətməyin, tarixə qayıtmayaq. Burada kimsə qalxıb, ay Farsa demək ki, bəyək da buyurdunuz, hakimiyyət dəyişəcəyəm, ay nəm şahçısın, xalq mücahidin, kimsəni gətirəcəm, onu deyən, eləyənlər başlarını duvara vuraq. Azərbaycanın güneyində gələrlər, gələsili vardırsa, gəlməkləri vardırsa, görməkləri də vardır. Və onun da demək ki, kiçik bir örnəyini keçən həftələr içində Urumiyədə gördülər. Ərdəbildə də görərlər, Təbrizdə də görərlər, Qəzvində və Tehranda görərlər. Bəli.
Sayın Əjdər bəy, təşəkkür edirəm. Var olun, dəyərli söhbət üçün minnətdaram sizə. Yəqin ki, biz yenə də bu gəlişmələr olacaq, sizinlə birlikdə efirdə olacaq. Minnətdaram sizə. Sağ olun.